Salam, gəlin bugün OTK sınağından Xəlil Rza Ulutürkün Qaytar Mənim Qüdrətim Azərbaycan şeiri ilə bağlı olan bir testə nəzər salaq. Məsələn, gəlin baxaq birinci fikrə. Bizdən doğru fikirləri tələb edirlər və ona görə baxırıq əvvəl doğruları seçməliyik. Lirik qəhrəman özünü Həzrət Əli qılıncına bənzədir. Bəli, bu doğru fikirdir. Lirik qəhrəman deyir ki, Həzrət Əli qılıncıyam, gərək oddan qıncıyam və bununla da mən deyir bütün haqsızlığı, nadanlığı kəsəcəyim deyir. Bir doğru fikirdir. Bir olmayan bəndləri çıxırıq. Sovet hakimiyyətinin xalqa yaşatdığı əzablardan söz açılır. Xeyr, burada Xocalı faciəsindən danışılır. Xocalı faciəsinə, eyni zamanda oğlu Təbrizdən, Ülvidən, şəhidlərimizin adından bəhs olunur. Gələcəyə sanki həmin şəhidlərin qisasının alınacağı ümidi ilə baxılır. Yəni burada Sovet hakimiyyətinin xalqa yaşatdığı əzablardan söz açılmır. Ona görə ikinci bəndi silməliyik. Xocalı dəhşətini min illərlə anmağın labüdlüyü vurğulanır. Bəli, bu doğru fikirdir. Şeirdə Xocalı dəhşətinin illərlə unudulmaması gənclərə tövsiyə edilirdir. Bu günlərinizi heç vaxt unutmayın. Və hətta orada Xocalı faciəsində hansı ki uşaqlara əmzik əvəzinə od lüləsinin verilməsi, tər gönçə olan uşaqların susdurulması, onların qurudulması, yəni bu kimi məqamlara şair yəni toxunmuşdu. Belə ki, biz burada Xocalı dəhşətini unutmamağı gənclərə məsləhət etdiyini görürük və bu üçüncü fikrimiz doğrudur. Düşmən 6 milyardlıq hörümçək dəstəsinə bənzədir. Bu səhv fikirdir. Xeyr. Nəyə görədir ki, qarı düşməndir. Mən 6 milyardlıq insanam, insanlığam. Amma deyir sən təksən. Burada onu düşməni hörümçəyə bənzədir. Sən deyir hörümçəksən və bu zaman onu 6 milyardlığı özünə aid eləyir, düşmənə aid eləmir. Ona görə dördüncü bəndimiz səhvdir. Beşincisi, vaxtsız gedən gənclərin qisasının alınacağına ümidlə yanaşılır. Bəli, burada doğrudur. Deyir ki, yer üzündə deyir, təkcə mən qalsam belədir, həmin gənclərin qisasını alacağam deyir. Yəni, əvvəlki birinci bəndində siz nəzər salsanız görərsiniz ki, bu şeirdə müəllif sanki kədər motivləri əsasında yazıb birinci bənddə. Ancaq o bir bəndləri oxuduqca görürük ki, şairin gələcəkdə o torpağının, o dər yurdunun qüvvətlənəcəyinə, öz qisasını alacağına, həmin dərdlərini yumruğunun içində sıxacağına inam bəsləyir. Ona görə bizim doğru cavabımız 1-3-5 variantı olacaq.